Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə çox gözəl, 2 mərtəbəli, əla təmirli və keyfiyyətlə inşa olunmuş kubçalı həyət evimizi təqdim edirəm. Baxın, evimizin belə bir gözəl giriş hissəsi var. Tam ətraflı şəkildə sizə görünüşünü göstərəcəm ki, harda yerləşir. Təqdim etdiyim həyət evləri Masazır qəsəbəsində, Məmmədəmin Rəsulzadə küçəsində, qapıyacan yolu asfalt olan, hündür, mükəmməl bir ərazidə yerləşir ki, baxın, belə bir küçə görünüşü var. Bu gördüyünüz məhəllədəki evlərin demək olar ki, yarısından çoxsu satılıb. Qapıyacan yolu asfaltlı, ərazi 2 mərtəbəli villa üslubunda inşa olunan evlərlə əhatə olunub. Deməli, 110 min, 115 min və 112 min manata təklif olunan belə bir həyət evləridir. Proyekt baxımından demək olar ki, hər biri eynidir, hər biri 4 otaqdan ibarətdir, yerdən kürsülüdür, təmir çox gözəl, çox səliqəli, evin yanına keçmək mümkündür, həyətinə rahat şəkildə 2 avtomobil daxil ola bilir, qazı, suyu, işığı, kanalizasiyası, kubçası var, qoşadaşla tikilib və hər mərtəbəsi monolit betondur. Evimizin təmirinə baxın, evə daxil olduqda gözəl geniş dəhliz sahəsi, qranit gördüyünüz bütün hissələr istipolla təchiz olunub. Bu evimizin mətbəxidir. Evimiz 4 bir tərəfdən qoşadaşla tikilib, hər mərtəbəsi monolit betondur. Təmir çox gözəl, çox səliqəli, yolu asfalt və marşrut dayanacağına yaxın yerdədir. Gördüyünüz məhəllədə olan evlərdən cəmi 3 ədəd qalıb. 110 min, 112 min və 115 min manata təklif olunur. Deməli, bura evimizin qonaq otağıdır. Belə bir gözəl qonaq otağı var. Və bunu da qeyd edim ki, evin təmiri çox gözəl, çox səliqə ilə başa çatdırılıb. Çox səliqəli evdir, təmiri yaxşıdır. İstifadə olunan bütün təmir və tikinti materialları hamısı yaxşısından və keyfiyyətlisindən seçilib. Masazırda yerləşir və çox tez satılacaq bu evlər. Çünki satışda bu qiymətə, yəni belə təmirdə, belə ölçüdə inşa olunan evlər demək olar ki, qalmayıb. Bura evimizdə deməli plekanın alt hissəsidir. Hələ avadanlığı yığmaq mümkündür və qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə isə bizdə yerləşir yataq otaqları. İndi istəsəz gəlsəz o birisi evlərində proyektinə baxarsınız. Hər biri bir-birindən gözəldir. Razılıq əsasında hamamın aksesuarları da quraşdırıla bilər. Bu evimizin üstünlüyü nədir? 2 balkonunun olmağı. 2 balkonlu evlərin içərisində cəmi 1 ədəd bu qalıb. Bu evimizin növbəti yataq otağı böyük yataq otağıdır. Otaqların genişliyinə baxın. Hər biri çox gözəl, çox əla. Kombi xətti bütün otaqlara çəkilib. Pəncərələrin qarşısı açıqdır. Ən əsası sənədimiz kubçadır. Buyurub zəng edib maraqlana bilərsiniz.